Aircraft'a ümumiyyətlə heç oradan harasa getməmişdi, biləsiz. Sadəcə olaraq indi kamera qarşısında onlar poz verirlər ki, biz də buradayıq və onu da məqsədyönlü şəkildə eləyirlər. Biləsiz ki, onlar heç Paşinyanı da tanımırlar, heç ataların, analarını da tanımırlar. Çünki onlar orada muzlulardır, Ermənistan Silahlı Qüvvələri ilə bərabər. Xatırlayırsınızsa, 2023-cü ilin antiterror əməliyyatlarından öncə həmin o it yığınağı, erməni köpəkləri bizim Dövlət Sərhəd Xidmətinin əskərlərinə atəş açmışdılar və bizim əskərimiz yaralanmışdı. Və üstündən bir neçə saat keçəndən sonra Paşinyan və onun komandası Azərbaycana təklif elədilər ki, gəlin birgə komissiya yaradaq, araşdıraq görək bu atəşi kim açıb. Heç biz onlara əziyyət də vermədik. Çox rahat şəkildə Dövlət Sərhəd Xidmətinin qəhrəman əskərləri, zabitləri bir neçə saat ərzində hazırlaşdılar, həmin o Aircraft'ı yerlə bir elədilər. Yəni, Aircraft'ın yerləşdiyi ərazini düz, necə deyirlər, hamarladılar və ermənilərə əziyyət də olmadı. Yəni, belə baxırsan, görürsən ki, qəşəngdir. Dünənləri burada Aircraft'ın xaçıqları qaçırdılar, amma bugünləri artıq o xaçıqlardan nə xaç qalıb, nə də çik qalıb. Yəni, cikləri də çıxmadı, bizim sərhədçilər onları rahatladılar. İndi bugün də Aircraft'ı ora gətirməklə Paşinyan açıq etiraf edir ki, yəni ordu ilə faktiki olaraq bugün orduda o bizim 90-cı illərdə biraz belə qarışıq zamanlarımız var idi. Yəni hələ ordu tam formalaşmamışdı. Bəzi özünü belə, indi bunu deyirəm, dostlar məndən inciməsin. Bəzi məqsədyönlü şəkildə ordu sıralarına o vaxtı gələnlər vardı. Mən onları adı ilə, soyadı ilə tanıyıram. Hətta indi görürəm bəziləri birdən-birə dönüb olub hansısa veteran təşkilatlarında o öndə gedənlər. Güya bunlar o vaxtı belə böyük qəhrəmanlıq göstərir. Amma yaxşı yadıma gəlir ki, onlar o vaxtı daha çox orduya ona görə yazılırdılar ki, oradan silah əldə eləsinlər, oradan sonra o silahlarla Bakıya, Şəkiyə, nə bilim, mərkəzi şəhərlərə gəlsinlər, banditlik eləsinlər və eləyirdilər. Mən bunu çox yaxşı xatırlayıram. Ona görə də o Aircraft'a, əlbəttə ki, mən Aircraft'a ilə onları müqayisə eləmərəm. Nə olursa olsun, bu bizim uşaqlar idi. İndi içərisində vicdanlılar da var idi, bəziləri müəyyən maraqlara da gələnlər var idi. İndi də yenə də deyirəm ki, bu Aircraft'ın göstərilməsi o deməkdir ki, bizim də neysə varımızdır. Üzr istəyirəm ifadəmə görə, onlar o dövlətin başına ki, onun Aircraft kimi, üzr istəyirəm, az qala deyəm, yerpənə bir dəstəsi olar. Yəni, neysə, yəni demək istəyirəm ki, o Aircraft'dan 5-ində gətirsələr, yəni 5 dəfə güclü, savadlı, heç nəyə nail ola bilməyəcəklər. Ay, orada səngər qazırlar, deyir, oğul, nə qazırsan, deyir, qəbir qazıram, gör qazıram, dədə. İndi bunlar da nə qazırlarsa, özləri üçün orada dərin qazdılar, çünki özlərinə lazım olacaq. Çünki bizim o qədər də vaxtımız olmayacaq. Əgər o təxribatlar davam edəcəyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri, yəni o xaçıqları, yəni müqəddəs xaçlarına vaxtından əvvəl yetirəcəklər. Narahat olmağa dəyməz, ay nə bilim hazırlaşırlar. Paşinyan həftə sonu Meğriyə gəlmişdi, orada o dəmir yolun, hansı ki Zəngəzur dəhlizi vasitəsilə bizim Naxçıvana gediş-gəlişimiz təmin olunmalıdır. Sonra orada bir sıra iqtisadi məsələlər var idi, orada su məsələsi var idi, sonra infrastruktur məsələsi vardı. Yeri gəlmişən, elə bugün Prime TV-nin efirindən mən biraz bundan əvvəl digər efirlərdə bunu unutmadım, sadəcə yeri deyildi demədim. SSR zamanında, dəyərli Rusif bəy, yəni söhbət 1980-ci illərdən gedir. Mən o dönəmdə Bakıdan Naxçıvana SSR dəmir yol qoşunlarının Zülfada yerləşən hərbi hissəsinə gedib gələndə həmin o yol, yəni hansı ki ermənilər indi Zəngəzur koridoru deyirlər, dəhlizi deyirlər, çox rahat şəkildə yəni Azərbaycan dəmir yollarına tapşırılmışdı. Yəni bizimkilər oranı idarə edirdilər. Düzdür, yəni Ermənistan ərazisindən keçsə də erməni polisi, erməni QQB-si, Komitet Qasudarственной Безопасности, Dövlət Təhlükəsizlik Xidməti deyirlərdi o vaxtı. Milli Təhlükəsizlik Nazirliyi oldu. Yəni zaman-zaman. Yəni demək istəyirəm ki, o yol Azərbaycana məxsus idi. İndi bəzən biz danışıqlarda
bu məsələni ermənilərin, Paşinyanın, nə bilim Ararat Mirzayanın, Alen Simanyanın, nə bilim kimlərin diqqətinə çatdırmalıyıq ki, ayılın, götürün tarixi, sənədləri qaldırın və bacınız Moskvadan o sənədləri istəyin, Rusiya sizə o məlumatları rahat şəkildə verə bilər. Biz bu günləri hələlik səbir nümayiş etdiririk, deyirik ki, Paşinyan ora gəlib, göstəriş verib ki, nə bilim orada dəmir yolu çəkilməlidir, siqnalizasiya qurulmalıdır, təhlükəsizlik məsələləri həll edilməlidir. Zamanında o yol var idi. Bizim insanlarımız deməli Zəngilandan, Mincivandan düz Meğri və Naxçıvana rahat gedib gəlirdilər. Hətta mən özüm indi də xatırlayıram ki, o vaxtki hərbi təlimlər zamanı biz yük avtomobilində deməli yük avtomobili necə klub maşını var idi o vaxtı. Yəni təbliğat avtomobili. Biz təbliğat avtomobilində, yəni içində bütün şəraitləri olmaq şərti ilə rahat şəkildə Naxçıvana gedib gəlirdi. Bu günləri bizə şərt qoyurlar ki, ay nə bilim biz Zəngəzur dəhlizini aça bilmərik. Bədbəxtlər hələ də başa düşmürlər ki, o dəhlizin açılması sizin dünya ilə iqtisadi əlaqələrinizin artması deməkdir. Nəhayət ki, Paşinyan da deməli ötən günlərdə parlamentdə öz tərəfdarları qarşısında çıxış eləyəndə dedi ki, o dəmir yolu bizim iqtisadiyyatımıza əlavə vəsaitlər gətirəcək, əlavə imkanlar yaradacaq. Hamı başa düşür, artıq nəhayət ki, uzun müddətdən sonra ermənilər də yəni bu həqiqəti başa düşürlər ki, o dəhliz açılmalıdır. Yeganə maniyə həmişə olduğu kimi deyir, harda açdı, orada başdı. Rusiya Federasiyasıdır, çünki Rusiya Federasiyası deyir ki, mən ölərəm, buradan mənim meydimi çıxarda bilərsiniz. Yəni Rusiya Federal Təhlükəsizlik Xidməti o qatarı müşayiət eləməlidir, o qatardan belə deyək də, əvvəlki əxlaqlarına və tərbiyələrinə uyğun olaraq, indi bilirlər də, yəni bizimkilər dobraya duşadır, yəni müəyyən ənamlar almalıdırlar, müəyyən buradan var dövləti Moskvaya ötürməlidirlər, çünki orada oturan o generallar var, o sinəsi orden medalından dolu olan taxtabaş yığınağı, onları da saxlamaq lazımdır və burada xidmət edən xeyli adamlar sonra da gedirdilər. Bizdə Zaqafqaziya hərbi dairəsi vardı, cənub istiqamətləri qoşunları vardı, hansı ki bizim indiki Müdafiə Nazirliyinin yerləşdiyi ərazidə məskunlaşırdılar və 5 hərbi dairəni idarə edirdilər. Bir sözlə yekunlaşdırıram, dəyərli Rusif bəy, sizi də çox yormayayım, dəyərli izləyicilərlə. Yo, bizim çox xoşdur, buyurun. Demək istəyirəm ki, yəni ay sərhəddə yer krapa gələcək, ay nə bilim Rus krapa gələcək, nə bilim Hindistan krapa gələcək və yaxud da ki Yunan krapa gələcək. Bunlar hamısı boş xülyalardır. Getdi, bitdi. Nə qədər ki Rusun əlində bir balaca imkanları vardı, fironluq eləyirdi. Artıq Rusun o imkanları da yoxdur. Çao bambina, o bir söz var, deyirlər. Xoş gəldiniz, getdiniz və bir də gedər gəlməzə getdi. Necə ki Rusiya imperiyası yoxdur. Bundan sonra Rusiyanın da Cənubi Qafqazda uzun illər qalması mümkünsüzdür. Artıq o proses də gedir ki, Gürcüstanda yoxdular, Azərbaycanda yoxdular və inşallah heç vaxt da olmayacaqlar və tez bir zamanda Ermənistan ərazisindən də çıxacaq. Necə ki, tovarişi Rəsiyani, tovarişi. Bugün Gürcüstanda Azərbaycan, Gürcüstan və Ermənistan Xarici İşlər Nazirlərinin müavinləri görüşüblər və regional məsələləri müzakirə eləyiblər. Yeri gəlmişən Azərbaycanı da həmin tədbirdə Azərbaycan Xarici İşlər Nazirinin müavini hörmətli Elnur Məmmədov təmsil eləyib və deməli çox maraqlı bir müzakirə gedir və bu proses davamlı, uğurlu olsun və ardı gəlsin. Yəni nə demək istədiyimi siz yəqin ki başa düşdünüz. Dünən Bakıya səfəri başa çatan Gürcüstanın yeni prezidenti, idmançı prezidenti. Yəni Gürcüstanda son vaxtlar çox belə dəbdə olan məsələlərdən biri də bilirsiniz bunların Kaladzisidir, Kabaxidsidir, yəni keçmiş futbolçular. İndi də Gürcüstanın dünən futbolçu, bugün artıq siyasətçi olan arkadaşımız da gəldi. Bakıya müəyyən müzakirələr aparıldı, müəyyən fikirlər səsləndirdi. Mədlob Mr. Kaviyaşvili, belə deyək də, Gürcü dilində dedim, yəni təşəkkür edirəm cənab Kaviyaşvili.
Demək istəyirəm ki, Rusların qulaqları qızarıb. Onlar şad və sevinməlidirlər ki, artıq 3 Cənubi Qafqaz Respublikası nəhayət ki, əlini masanın üstünə vurub bir araya gəlib və iqtisadi layihələri, iqtisadi perspektivləri müzakirə edirlər. Və bu vişşi xəbərdir. Onların özü bunu bilə-bilə deyirəm, dəyərli Rus bəy. Bu super xəbərdir, davamı gəlsin.